Herkese salamlar olsun. Buralardayıq bu dəfə. Azərbaycanın ən füsunkar təbiətli Balakən rayonunda. Bəli, bu dəfə biz sizi Balakəndən salamlayırıq. Şimal-Qərb regionunun son dayanacağıdır Balakən və düşünürük ki, Balakəndə də zamanımız çox maraqlı keçəcək. Mən də əminəm həmkar. Çünki %100 burada əminəm. o qədər görməli yerlər var ki. Haqqında çox eşitmişəm Balakənin və düşünürəm ki, tamaşaçılarımıza da maraqlı olacaq. Düşünürük ki, eşitdiklərimizlə gördüklərimiz üst-üstə düşəcək. Bəli, hazırsanmı? Həmişəki kimi. Həmişəki kimi hətta. Bəli, mərkəzi küçəyə gedəcəyik səndən ora. Gedək Və mi? Balakənin mərkəzi küçəsində yollarımızı ayırmalı olacağıq səndən. Olsun. Sən başqa bir istiqamətə, mən başqa bir istiqamətə. O zaman başladıq. Biz başladıq əziz tamaşaçılar, diqqətiniz bizdə olsun. Bakı-Balakən arası məsafə 471 kilometrdir. Dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşən rayon ölkənin şimal-qərb qurtaracağında son dayanacaqdır. Balakəndə ən hündür zirvə Qutondur. 3648 metr. Gürcüstan və Dağıstan Respublikası ilə həmsərhəddir. Dağlıq zona rayon ərazisinin təxminən yarısını əhatə edir. Yağıntılar bol olduğu üçün çay şəbəkəsi sıxdır. Ən iri çay Qanıqdır. Müxtəlif etnos, zəngin adət-ənənələrin mövcud olduğu bu məkana gələnlər getmək, görənlər də ayrılmaq istəmir. Əraziyə 4 iqlim qurşağı hakimdir. Əlverişli iqlim şəraiti buranı dağ kurortuna çevirməyə imkan verir. Dəyərli izləyicilərimiz, buralarda gəzintimiz davam eləyir. Bildiyiniz kimi hazırda biz Balakən rayonunun mərkəzi hissəsindəyik və mərkəzi hissədə rayon icra hakimiyyətinin binası yerləşir. Ondan sonra çox möhtəşəm bir binadır. Mədəniyyət mərkəzi yerləşir burada və əsasən də ümumiyyətlə rayonları gəzərkən biz bilirik ki, daha çox yaradıcı insanların əl işləri ilə mədəniyyət mərkəzində nümayiş etdirilir. Mən də istəyirəm ki, elə buralarda olmuşkən, buraların istedadlı, bacarıqlı insanları ilə sizi tanış eləyim və onların əl işləri ilə həm özüm tanış olum, həm də sizə nümayiş elətdirim. Odur ki, biz başladıq. Bura Balakən rayon mədəniyyət mərkəzidir. Balakən rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Sevda xanımın verdiyi məlumata görə, mərkəz 2013-cü ildən fəaliyyətdədir. İçəriyə daxil olarkən elə binanın foyesində Ulu Öndər Heydər Əliyevin mədəniyyətin inkişafına göstərdiyi qayğını əks etdirən fotostent diqqətimi cəlb etdi. Buranın 260 yerlik tamaşa zalı da var. Bu zalda müxtəlif mədəni tədbirlər keçirilir. Sevda xanım, mədəniyyət mərkəzinin böyük zalıdır bura. Bəli. Biz bu gözəl gördüyünüz bu səhnədə çox gözəl rəngarəng tədbirlər keçiririk. Gözəl tamaşalar qoyulur buradan, səhnələşdirilib çox gözəl tamaşalar qoyulur. Həm də yəqin siz bilirsiniz ki, Balakən insanları çox gözəl rəqs edirlər. Burada çox gözəl rəqslər müşahidə olunur. Çox mükəmməl rəqqaslar var burada, eşitmişik. Çox gözəl rəqslərimiz. Çünki ümumiyyətlə Mədəniyyət Mərkəzinin dərnəkləri həddindən artıq çoxdur. Son dövrlər üçün bizim milli musiqi alətimiz olan Tamburçular Dərnəyi
yəqin ki, televiziya kanallarında siz yəqin gördünüz. Sənəm Hayla qrupu çıxışları oldu. Ondan sonra bax bu mədəniyyət mərkəzinin folklor qrupu da fəaliyyət Bəli, göstərir. folklordur, mahnıdır, rəqsdir. Mərkəzdə rəsm zalı, heykəltaraşlıq, əmək, rəqs, musiqi dərnəkləri də var. Birinci mərtəbədə sərgilənən əl işləri bir-birindən fərqli və rəngarəngdir. Sənətkarlıq evlərinin əl işləri, baxın burada nümayiş olunur. Bizim çox gözəl sənətkarlarımız var, onların çox gözəl dərnək üzvləri var. Biz ümumiyyətlə eşitmişik, məlumatımız var ki, Balakəndə istedadlı insanlar həddindən artıq çoxdur, sənətkarlar çoxdur. Və bizə də fürsət oldu ki, ən azından tamaşaçılarımıza da bax, mədəniyyət mərkəzinə gəlməklə burada olan əl işlərini nümayiş elətdirmək, burada olan sənətkarlar haqqında məlumat vermək. Çox gözəl dərnək rəhbərləri var. Salam əleykum, necəsiz? Əl işləri onlarındır. İndi onlar burada bugün öz dərnək üzvlərini gözləyirlər ki, yeni müasir tikişlərlə məşğul olacaq. Aha. Məsələn, bunu neçə verirsiniz hazırlayanda? Bunu hardasa 15 manat. 15 manata. Ucuzdur. Əl işinə görə əlbəttə ucuz. Ucuz, hə, doğrudan, əl işi. Göz əməyi, bəli. Əl əməyi, göz nuru. Belə baxanda adi görünür, ancaq bunun çox vaxt sərf olunur buna, tikmə, həm də çox. Bunu məsələn neçə müddət hazırlamısınız? Bunu hardasa 2 günə, gün yarımı. 2 günə, gün yarıma. Bunların qırışları necə eləyirsiniz belə şey olur? Ancaq sekretdir, gəlin mənim dərnəyimdə iştirak eləyin. İlahi, dəhşət. İstedadlı gənclər vaxtlarının çox hissəsini burada keçirir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan park şəhərin ən böyük və ən gözəl parkıdır. Mən də şəhərin mərkəzinə doğru gedirdim ki, yolumun sağında yerləşən bu parkda bir neçə dəqiqəlik istirahət etmək istədim. Balakənə gələn qonaqların, turistlərin ən çox gəldiyi, istirahət etmək üçün, gəzib dolaşmaq üçün ən çox gəldiyi məkanlardan, parklardan biri Heydər Parkıdır. Hansı ki, mən də Balakənə gəlmişkən düşündüm ki, bax bu parkda bir balaca da olsa dincəlsəm, gəzsəm çox yaxşı olar. İndi birlikdə sizinlə bərabər bax bu Heydər Parkı ilə daha yaxından tanış olacağıq. Burada möhtəşəm tədbirlərin keçirilməsi də mümkündür. Park 2005-ci ildən fəaliyyətdədir. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı şəhərin ən səfalı güşəsində, Balakən çayının sahilində yerləşir. Parkın sahəsi 24 hektardır. Gördüyünüz kimi, bax, parkın ərazisində Balakən kanat yolu fəaliyyət göstərir. Nə yalan deyim, bax, kanat yolundan istifadə eləmək istəyərdim. Bu parkın, Balakənin gözəl görüntülərini kanat yolu vasitəsilə yüksəklikdən görmək istəyərdim. Amma bu istəyim yerinə yetməyəcək. Çünki kanat yolu qış fəsli olduğuna görə bağlıdır, istifadəyə verilməyib. Yalnız və yalnız yaz və yay aylarında turistlərin daha çox olduğu bir vaxtda kanat yolu istifadəyə verilir. Əgər bax, bu yoldan istifadə eləmək istəyirsə,
mütləq ki, yaz-yay aylarında buralara bir səyahət edin. Kanat yolu parkın bir başından o biri başına da uzanır. Parkda atraksiyonlar, əyləncə vasitələrindən daha çox təbiiliyə üstünlük verilib. Ağaclar, başı qarlı zirvələr bu məkanı daha da təbii edir. Düzünü desəm 15 dəqiqədən çoxdur ki, burada gəzirəm. Hələ də parkın qurtaracağı yerə gedib çıxmamışam. Nəhayət, bir neçə dəqiqədə keçdikdən sonra deyəsən yavaş-yavaş gəzintim yekunlaşır. Bu hissədə Ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Bura parkın ən hündür yeridir. Heydər Parkının ucu-bucağı bilinmir. Çox geniş bir ərazinə əhatə edir. Həqiqətən də burada gəzmək, dolaşmaq insana bir başqa cür rahatlıq verir və parkın ərazisi çox geniş olduğuna görə bax, parkın digər hissəsində Heydər Əliyev mərkəzi yerləşir. Bu da bura gələn hər kəs üçün maraqlı olan mərkəzlərdən biridir. Balakən çox böyük bir yerdir, qədim bir yerdir. Hazırda mən sizi qədim bir abidə ilə tanış etmək istəyirəm. Şəhərin mərkəzində mərkəzi məscid yerləşir, Cümə məscidi və tarixi qədim olduğu üçün mən də istəyirəm ki, sizi bu məscidlə daha yaxından tanış edeyim. Cümə məscidi şəhərin mərkəzi küçələrindən birində tikilib. Məscid 18-ci, 19-cu əsrlərə aiddir. Tikintisində əsasən bişmiş kərpicdən istifadə edilib. Sahəsi 1025 kvadrat metrdir. Bir minarəlidir. Minarənin hündürlüyü 45 metrə yaxındır. Əziz tamaşaçılar, hazırda 45 metr hündürlükdə bir minarə yerləşir. Bax burada, Balakəndə. O minarənin üstündəyəm və 45 metr hündürlükdən Balakənin mənzərəsi olduqca göz oxşayır və olduqca füsunkar görünür. Ən azından 45 metr hündürlükdən dağları seyr eləmək, ondan sonra şəhəri tam görkəmi ilə seyr eləmək olduqca möhtəşəmdir. Məscidin şimal-qərb hissəsində 4 yerdə qabarıq formada ərəb dilində kitabələr həkk olunub. Sakinlərin dediyinə görə bu kitabələrdə məscidin nə vaxt tikilməsi, ustanın kimliyi haqqında məlumat yazılıb. Qullar kəndi Balakənin ən qədim kəndlərindən biridir. Mərkəzdən bura gəlmək üçün bir o qədər də uzun məsafə qət etmək lazım deyil. Çünki Qullar kəndi Balakənin mərkəzinə ən yaxın kəndlərdən biri sayılır. Buralarda yolumu
Balakənin Qullar kəndindən saldım. Bu kənd şəhər mərkəzinə ən yaxın olan kəndlərdən biridir və həm də ki, bu kəndin tarixi çox qədimdir. İllər bundan öncəyə gedib çıxır. Elə kəndin tam girişində buranın tarixinin qədim olmasından xəbər verən Alban məbədi var ki, bu kəndə gələn hər bir kəsin qarşısına çıxır. 5-ci və 9-cu əsrlərə aid olan bir məbəddir. Alban abidələri, qədim kilsələr daha çox şimal-qərb regionunda Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən rayonlarında geniş yayılıb. Balakən rayonunun Qullar kəndinin giriş məhəlləsində tarixi əsrlər bundan öncəyə gedib çıxan Alban abidəsi ucaldılıb. Tarixi abidə hazırda dövlət tərəfindən qorunur. Buralarda olan gəzintimiz davam edir əziz tamaşaçılarımız. Bildiyiniz kimi Balakən rayonunda şəhər içi marşrutlar da işləyir və şəhər içi, şəhər daxili marşrutlarla 20 qəpiyə gedə bilərsiniz. İndi orada taksilər var. Mən istəyirəm şəhərin bir istiqamətindən digər istiqamətinə. Görəsən bizi neçə aparar taksilər. Baha olarsa mütləq dayanacaqdan istifadə edəcəyik. Marşrutların gəlmə vaxtını öyrənərik və marşrutlar vasitəsilə bizə lazım olan yerə gedə bilərik əslində. Balakənin müxtəlif istiqamətlərinə taksilər və şəhər içi marşrutlar fəaliyyət göstərir. Ürəyiniz hara getmək istəyirsə, taksi və marşrutlardan yararlana bilərsiniz. Salam aleyküm. Necəsiniz? Nə var, nə yox? Balakəndə gəzintimin davamını marşrutla eləmək qərarına gəldim. Düzünü desəm, buraların təbiətinin gözəl mənzərəsini istər piyada, istərsə də marşrutda gedə-gedə seyr etmək çox xoşdur. Balakən rayonu gəzməli, görməli yerlərlə zəngindir. Bu məkanların bəziləri elə şəhərin mərkəzindəcə sizin qarşınıza çıxacaq. Bəzilərini görmək üçünsə Balakənin kəndlərinə getmək məsləhətdir. Katex çay şəlaləsi, İmambulaq, Arılıq, Mazımqara, Şərif kəndində Bağma bulağı və s. belə yerlərləndir. Göy ay mənlə, böyük göydür. Balakən mətbəxinin ən ləziz təamı maxara bişir hazırda ocağın üzərində və balakənlilər ən ləziz, demək olar ki, təam kimi eləməz maxaranı
bura gələn qonaqların qarşısına qoyurlar. İndi Mahirə xanım da bizim üçün bax maxara hazırlayır. Yəni ki, adı, görünüşü bir çoxlarınıza tanışdır, bilirsiniz. Çünki maxara həqiqətən də çox məşhur bir təamdır, eləmi Mahirə xanım? Bəli. Necə hazırlanır maxara? Bəlkə izah eləyəsiniz. Siz xoş gəlmisiniz Sağ olun, bizim çox sağ olun. rayonumuza. Maxara milli ədət-ənənələrimizdən, qoca nənələrimiz bişirib hazırlamış Elə o xörəklərdir. dövrün O dövrün təamıdır, təamidir. Hazırladığımız maxara Balakənin ən populyar yeməyidir. Buna avar bilinçki də deyirlər. Yerli mətbəxin vazkeçilməz dadıdır. Yerlilər qonaqlarına maxara yedirməmiş yola salmır. Bişirilməsi çox rahatdır. Öncə ocaq qalanır, sac isidilir və üstünə ya qoyun quyruğu, ya da ki keşi piyi sürtürlər. Yumurtanı qırırıq. Sonra duz əlavə eləyirik. Yumurta, duz yanmaz ki bu. Ay Yox, Mahirə yox. xanım. İndi sonra buna un əlavə, süd əlavə eləyirik üstünə. Un, süd. Qəşəng bunu çalırıq. Çalandan sonra bu elə bir ki hörə halına gəlir də. Gələndə biz bunu götürürük. Qatı olmalıdır. Bəli, qatı olmalıdır. Ata-babadan qalmış sacımızın üstünə bunu gözəl göçəcək tökürük. Sac yaxşı qızmalıdır. Bəli, bəli. Sac yaxşı qızmalıdır ki, bunu yaxşı çıxartmaqdan ötürü. Un, süd, yumurta, zəfəran, bir çimdik duz, istəyə görə şəkər əlavə edilərək xəmir hazırlanır. Çox duru olan xəmir çömçəyə doldurularaq sacın üstünə tökülür. 1-2 dəqiqənin içində bişir. Beləcə bir dəfəyə 50-60 maxara bişirilir. Günəşvari, belə. Forması çox maraqlıdır. Günəşə bənzəyir. Ay. Qızardıqda daha da o görünüşü verir də tam olaraq. Hər iki üzü qıpqırmızı qızarır. Ay maşallah. Çoxdur. Əslində baxan belə sadədir, yəni içərisində gedən o ərzaqlar çox sadədir, amma onun o görünüşü, pişməsi həqiqətən də maraqlıdır. Çox gözəldir, əlbəttə. Azərbaycanın hər bir bölgəsində sırf o bölgəyə aid olan hansısa nemətlər, təamlar, yeməklər var. Yəni maxara da onlardan biridir. Balakənə gəlirsənsə, mütləq ki, maxara yeyib getməlisən. Çevirək yoxsa bişməz hələ? Mahirə xanım, tez-tez mi bişirirsiniz maxaranı? Tez-tez bişiririk biz bunu. Yay, qış fərqi yoxdur? Yoxdur, yoxdur, yoxdur. Yavaş-yavaş fırra, 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 fırra. Fırra, yox. Ortasın. Ay, sağ ol, ay, sağ ol. Necə oldu? Qəşəng oldu. Apar irəli. Ay, sağ ol. Elə. Baxın, nə qəşəng eləyirəm. Ay, sağ ol. Eybi yox, bunu da öyrənərəm. Əslində qalsa bir çətin bir şey yoxdur burada. İrəli ilə. Sadəcə əl vərdişi olmalıdır da. Bəli, bəli. Ki, rahat çıxara biləsən. Yanmadı bu görəsən. Oy. Qoy qoyum bunu bir dəqiqə. Bir dəqiqə gözlə. Yağlanaraq üst-üstə yığılır. Maxaranın arasına bal, yaxud müxtəlif mürəbbələr, eləcə də qaymaq sürtərək yeyirlər. Sacdan götürəndən sonra bunu qəşəng yağladım mən. Gördünüz necə alındı? Çox gözəl. Hər iki tərəfi Hər yağlanmalıdır. iki tərəfə, bəli, hər iki tərəfi bunun yağlanmalıdır ki, bu yəni yumşaq olsun da, qəşəng olsun. Mahirə xanım, isti-isti yeyilir, yoxsa Bəli, bəli, soyuduqdan çox isti-isti yeyilir bu. Hə, maxaralarımız hazır oldu. Artıq dada bilərəm.
Mahirə xanım, bax necə deyirsiniz ki, bunu isti-isti yemək lazımdır. İndi mən də isti-isti bunun dadına baxacağam. Olar Xoş mı? olsun, yiyin, qəşəngdir, çox gözəldir. Tərifləyirsiniz, baxın görün necədir. Hər halda yaxşı olar. Mahirə xala bişirən xörək yaxşı olar. Ha, gör necə tərifləyirsiniz. İndi mən yeyim, sonra mən tərifləyərəm də. Yaxşıdır. Əladır, əllərinizə sağlıq. Valla çox yaxşıdır. Çox sağ olun. Mən tərif üçün demirəm. Həqiqətən də çox ləzzətlidir, çox yaxşıdır. Xüsusən də ki, bax, sacın üstündə bişməsinin təsiri olur bunun dadına, tamına. Ocağın üzərində bişən maxaranın dadı bir başqa olur. Düzdür, həmkarımdan fərqli olaraq mən buraların mətbəxinin ləziz nümunəsi maxaradan dadmasam da bu diyarı çox bəyəndim. Təbiəti, müasir görünüşü, xoş xasiyyətli insanları buraları çox fərqli edir. Balakəndə gəzintim yavaş-yavaş yekunlaşmaq üzrədir. Buralarda olmayanlara bir məsləhət verə bilərəm ki, yolunuzu Balakəndən salsaz peşman olmazsınız. Əziz tamaşaçılar, buralar verilişinin bu sayıda buradaca bitdi. Bəli, düşünürük ki, buralar verilişinin Balakən buraxılışı sizin ürəyinizcə nə oldu? Həqiqətən də buranın insanları, həm mətbəxi, həm şəhərin müasir görünüşü, Eyni həm zamanda təbiətinin, bax Bəli, deyəcəkdim də, bəli. təbiətinin Təbiəti. möhtəşəm görüntüsü həqiqətən də düşünürük ki, nəinki bizim, eləcə də sizin də ürəyinizcə oldu. Əlbəttə, növbəti buralar verilişində görüşmək ümidi ilə sizdən ayrılırıq. Hər həftənin cümə günü bizi izləməyi unutmayın. Hələlik.